Ona baxmayaraq, gələcəkdə təbii ki, bu istiqamətləri də əhatə edəcəksiniz. Mən çox sevinirəm ki, bizim qələm tutanlar belə kitablar yaradırlar. Çox vacibdir. Çünki Lənkəran haqqında kitab yazmasa da olar, çünki ailəsindən gedir Lənkəranı görür, ya bu sarılar, ya bu ballar gedir görür. Biz gedib görə bilmirik. Biz ancaq bu düşüncəni kitablarda yaşadıb, bizim familiyamıza, nəslimizə ötürməliyik. Bu çox vacibdir. Əgər oranı görə bilsəydik, mən bu kitabın təqdimatına öyrənirdim. Ancaq görə bilmədiyimizə görə bizim gənclər bilsin ki, onun ata-babaları hansı çətinliklə yaşayıb və bu qələmə alanda o çətinlikləri necə ortaya qoya bilib. Mən dünən Respublika Ağsaqqallar Şurasının sədri müavini kimi bəzi rayonlara gedirəm, genç adamlarla görüşürəm, ağsaqqallarla görüşürük. İndi ölkə prezidentinin bu istiqamətdə çox ciddi tapşırığı var. Mən bilirsən, Bakı Dövlət Universitetində kafedram, laboratoriya dedim, vəziyyətin gəlin. Ondan önce görürəm ki, bizi cəlb ediblər ki, yox, sən sədri müavini olmalısan, getməlisən bu rayonlara. Bakıda və digər rayonlarda. Sözüm onda deyil. Getdim elə oldu, masalıda çıxış elədim, gələn həftə yenə gedəcək. Yəni rayonlara gedirik. Yardım nəyə getdi? Yardımların biraz xüsusiyyəti də bizim tərəfin yerinə oxşuyur, aslında deyim. İstədim işim də vardı, tez qalib dedim, yox, oturub burada baxacam bu. Bizim yerlərə oxşayan, bizdə meşə az olurdu. Niyə? Çünki qış çox sərt keçirdi. Qış çox sərt keçirdi. Görün bizim başımıza nə bəlalar gəlir. Biz əslində Azərbaycan Türkiyənin torpaqları eyni olurdu. Osmanlı İmperiyasına baxmayaraq, o da Azərbaycanın torpaqlarını, necə Rus biraz alır, o birçilər alıqdı, Osmanlı İmperiyası da bizim torpaqları alıqdı. İndi mən tarixçi deyirəm, ancaq sonra kitabları oxuduğumun bildiyimi danışıram. Və məsələn, Gümrü, mənim nənəm danışırdı, babamı görmürsən, nənəmi görmürsən. Nənəm danışırdı ki, bizim əslimiz Gümrüdəndir, Lernakandan əslimiz. Ancaq onların necə qırıb, onu da burada xırdalanmır, danışırlar, necə olub, baxırlar. Bizim o cəmaat, o sərt hava şəraitində sağa sola çox qaçdılar. Bizim imkanlılar 37-ci ildə Tikanlı səfər çəkiləndə bizim imkanlılar, əlaqəlilər belə deyək, bəlkə də desə yaxşıdırsa, onların çoxsu Gümrüyə tərəfi yox, üzünü qarşıda, Ərzuruma, Ərdəhana, Sivaşa, Obrüsünə, Qudüsünə tutub edirlər. Biz zülm çəkmişik, qalan adamlar çox əziyyət çəkirlər. Elə olanı qoruyublar. Yaxşı ki bu, mən deyirəm, yaxşı ki dırnaq arasında salınan zəlzələ oldu. Bizim cəmaat vəziyyətdən çıxa bildi. Yoxsa biz çox ağır zülmə düşər olacaq. Çox ağır zülmə. Yardımını niyə gətirdi? Orada da mənə danışırlar ki, burada yaşamaq çox çətindir. Dedim, niyə? Qışı çox sərt keçirir. Mal heyvanı nə qədər bizdə alaq deyirlər də, ot yığılırsa, çatmır. Dedim, yaxşı, inək nə qədər süt verir? Dedi, ən yaxşı verəndə 1 litr. Dedim, 1 litr versin. Süt verən inək, başı ilə var. 1 litr süt verən inək, niyə saxlayırsın? Və bu nə inək? O qədər otluqları var. Bizim yeşimi otluqda, biz gedib yaylarda otluq şirkətlidir, yəni otluq yerləri var. Sonra maraqlı deyirəm ki, yaxşı, bəs boyunu nə edirsin? Deyir, boyunu burada sağmaq yoxdur. Dedim, yox, və boyun pendiri dünyada məşhurdur, keçir pendiri var, deyir, keçir də sağmaq olur. Deyirəm, yaxşı, bu belə, arıçılıq necədir? Başlı dedim, mən bir özüm 50-60'ı saxram, qalan hələ 60 kim saxlayır? Arıçılığa da imkan var. Gördüm, gül, çiçək, hamısı bizim cəmaat o şeydən çox yaxşı istifadə edir. Gül. İndi mən öyrəndim, bunlarda 7-8 ay şey olur, qalan bunlarda biraz meşə zolağı var. Bu ağaçların dibində ot olur, inəksə geri tapıb yeyir. Bizdə o da yox idi, düz danışmaqlardır. O üstündə cəmaat bir-birini verirdi, mənim oxumaq vardı, bulan elərdi, mənim yazmayı. Öküz arabası ilə göndərirlər, Oxşoğlu kəndin Səfər müəllimin yanına gəlir. Gedir zaten palto sədridir. Ayşə, bir gözdən qiyabət,
Bəzən öküzlər tay gəlmirdi, ayrı-ayrı. Deyirəm, ayaqda bu öküzlər qalıb bunları da göndərəndə. Deyir, bunlar tay deyirlər, bunlar biri sağa çəkir, biri sola. Bu həyatda ərarlar sağa sola çəkənlər kimi. Deyir, bunları tay eləmək olmaz, dağdan yenəndə biri sağa biri sola aşıracaqlar. İndi yəni biz çox çətinlik görmüşük. Gücümüzü nəyə vermişik? Kəşif-keşliyə. El-oba kəşif-keşliyinə. Qələmə vermişik. Ona görə bugün o ağrılı, acılı günlər, mən oxudum sinirşaqda, ağrılı, acılı günlərə də çox toxunulurdu. Bu tərəfdən də o ağrılı, acılı günlərdə 37-ci ildə kulaq deyin apardılar. Qolçuma kulaq. Çox bəlalar bizim torpaq, çox bəla çəkir. Erməni müdaxiləsi, açıq danışan, sərhət, keçə bilmirsən, sərt qış, elə bir ki, həm təbiətlə vuruşmalısan, həm cəmiyyəti qurmalısan, yəni çox funksiyalar yedin yəni. Ona görə belə kitabların, mən onu oxuyandan sonra bir də bu arada fikirləşim, ona görə bu çıxışım elədim. Yəni belə şeyləri qələmə almaq çox vacibdir. İndi orada bir Qaraxan çayı yazmışsınız. Elə deyil, Qaraxan çayı. Mən balaca uşaq edim, atam kolxoz sədri kimi bizim İbişdə yaylamız var idi, Oxtolu kəndin İbiş yaylası. Ora getmişlər atla, partomla ki, şey olsun, baxsın ki, yaşıllıq necədir, vəziyyət necədir, bulanda o vaxt çətin də olsa atam orada ferma iştirmişdi, yadındadır. Yeganə yayladır ki, böyük ferma iştirmişdi. Bunlar gedəndə Qaraxan çayına düşmüşlər, şey aparmış oldular. Yaxşı ki, gelib haradasa bir qıraqda atın hesabına çıxmışlar, at qarşı aparmışlar. Yəni, adamlar bir iştahınca gedəndə də yolda görməklə problemləri. 3-4 gün orada qalmışlar, ağır vəziyyət düşmüşlər. Bizdə indiki kimi telefon yox ki, haradasan nədir? Xəbər yox, sabi yox. Amma çıxdıq, polisə verdik, ona zəng gəldi, bunu axıra bildik ki, sağ-salamatdırlar. Yəni, belə insanlar çətinlik görürlər. Ona görə çətinlik görən insan xoşbəxt adamdır. Mən açıq danışım. Mənəvi zəngin adamdır. Kəsibkeş adam olur. Əziyyət görməyən, asfaltda böyüyən, onda o qədər o fikirlər olmaz da, mən xırdalanır o detalları. Zəhmət adamı çox möhkəmlənir. Bax, bizim cəmaat çox çətinlik görür. Ona görə biz əl-ələ verməliyik. O yerimizi hələlik kitablarda yaşatmalıyıq. Vaxt gələcək qayıdış konsepsiyasının müstəvisində qayıdacaq ora. Allah bizə qismət eləsin. Biz yaşlılara qismət eləsin. Mən o axsaqlarla şükürən deyirəm ki, biz hamımız İllərəli məktəbini geçirməliyik. Cavanlığımız onun dövründə keçir. İndi axsaqlarımız İlham Əliyevin dövründə, prezidentinin dövründə keçir. Gərək eləyək ki, biz o nəsli o istiqamətdə yola bilər və Qərbi Azərbaycana qayıda bilər. Mən təbrik edirəm. Tazir müəllim sizi, orada yaradıcı heyət var, rəhçilər var, hamısına təşəkkür edirəm. Yaxşı redaktör olunubdur. Oxudum, əsərlərinizin siyasında oxudum, folklorlarında oxudum. Kimə rəy yazmışsınız, onları da mən oxudum. Ancaq bir dənə ona müəffəq qaldım ki, indi öz aramızdır. Biz hamının az çox olsa dərindən tanışdığımız da var, orta tanışdığımız da var, yüngül də var. Ancaq hamısını bir yerə yapsam bir tanışlıq deyə bilməm. Mən sizə bir-biriniz əvvəli görürüm. Hələ yapışmışım o yolda, anladınız mı? Bir də mən axtarlı dərindən görmüşüm. Dedim, bu yağını veriyim, baxıram, qələmiz adda püstür. Və arada indiyə qədər qarda olub. Bir dəfə gəlib bir xahiş edib, imkanımız var idi. Götürən bir dərsdən zaddan deyərdi, bir iş sahibi olardı. Akademiyada fotoğrafından olmalı da pisdir. Ancaq mən sizin qələmə baxdım, siz çox qabağa da gedə bilərdiniz. Nəsəncə həyatdır, hərənin bir həyat yolu olur, ondan bir ağa çıxmaq da olur bəlkə. Siz təbrik edirəm, can sağlığı. Mən istəyərim bir neçə kəlmə də Abdülqadir müəllim desin. Çünki mən baxdım, o sizin həm də abonent olub. Elədir? Dedim, sən necə abonent olmuşsan, sən ona buraxırsan, mənimlə tanış elə. Dedim, Nəbil müəllim, belə oldu. Biraz da Bəşir Nəbiyevdən danışdı. Düz deyiləm və düz demirəm. Görürsən, hamısına öyrənmişəm. Mən də oradayım. Bəşir Nəbiyev buna səs verir, çıxıb da, Əkstinə səs verir. Əleyhimə vermişdir. Yəni, onu demək istəyir. Öz gücünə vuruşurdu.
Hatta biraz böyleden baştan biz kömək etsəydi bir belə də səs verməyən olmazdı, münasibət yaxşı olardı. Yəni ona mən narahatlıq keçirdim, ancaq ona baxlaraq sərbəst istifadət göstərmişdik. Təbrik edirik, uğurlar arzu edirik. Axtanda mənim bir neçə kəlmə desin, sizi mükafatlandıracağıq. Gençlik səfərlə mükafatlandırıb, biz də sizə belə bir fərqli fərman hazırlamışıq. Ancaq bu fərqli fərman çox yerdən almaq olur. Mən Moskvadan da almışam, buradan da çoxlu orada medallarım var. Ancaq rayonu gözləyirəm, mənə də bir rayon fərqli fərman verirsin. Çünki onlara ancaq rayonun sevgilisi olmaq, sevimlisi olmaq çox yaxşı şeydir. Mən buna daha çox üstünlük verirəm, bu yazmışıq. Abi ben icazə verirsin bir şey. Bir dəqiqə, bunu verirsən. Gəl buraya çəkin. Onu eşitdim ki, biraz da bundan lazımdır. Bir dəqiqə, bunu qoyduğunda bu görünməsin. Bunu da bir şəkil çəkdirək, gəlin. Gəlin buradan çəkin, televizorda siz də verəcəksiniz. Tutun buranın üzünüzü mənə tərəf çevirin, bax belə. Sizə eləmədiyimizi çalışaq bundan sonra ediyoruz. Bir neçə kəlmə deyil. Sonra sizə söz verəcək. Hörmətli icma üzvləri, Amasia cəmaatı, hamınızı salamlayıram. Mən bilmən sizi tanış eləmədilər, Turan İbrahimov da burada iştirak edir. Vallahi baxıram şəhərdən deyək, ona hardan gəlir. Bu Əziz Cəfərzadənin, siz Əziz Cəfərzadəni çox yaxşı tanıyırdınız. Qeydə olan müddətdə doktor profesor işləyir. Əsərlərini miskal, vərək toxuyan çox təəssübkeş mənəvi övladıdır. Çox sağ olsun. Ağbabada, şörəldə çox olur. Ağbabada da olur. Bizim evdə çox olur. Sizdə də olur. Rəhmətli Şəbqə xalanın maddi bazılıqam, Padurla demədi, dedi bazılıqam. Mən hamınıza ürəkdən təşəkkür edirəm. Çox sağ olun, Turanların içində burada iştirak edirsiniz. Tazirlə də çox ədəbə əlaqələri var, kitabları yaşını Bunların necə əlaqəsi var, danışın. Bunlar həm məsələn Şirvan nanaylarını, Ağbaba nanaylarını, sonra Həsən Şəhərli bizim Qarasanda kəndindən şairimiz olur, bir şair. Üç dəfə olaraq onu Əhməd Cəfərzadə tapdı, üzər sarxdı. O vaxt Əmək qəzetində də axtarışlar, tapıntılar, səvilənməsə 1980-ci ildə belə bir məqalə də çap elətdirdi, qəzetdə verdi. Ondan sonra Həsən Şəhərlinin tanıdıq ki, belə bizim bir şairimiz var, özdə indi onu çapa hazırlayırlar, məsələn. Sonra Tacir Səmi ilə bu Ağbaba folklorundan, nanaylardan bir xeyli topluyurlar, çap edirlər və yenidən toplantılarını nəşr edirlər. Yəni çox səmimi əlaqələri var. Bugün Tacir Səminin o yurdum yuvam Ağbabam, bu Hamza doğmadı, onun işinə toplaşmışıq. Burada siz özünüzdə qeyd edədiniz çox zəngin materiallar var. Abel müəllim, çox hörmətli icma üzvləri. Mən Taciri orta məktəbdə tanıyıram. Sonra bu deportasiyadan sonra Tacir tərəfi çoxları kimi çox əziyyətlər çəkdi. Bir folklorşünas kimi yalnız Ağbaba cəmaatının yanında yox, Tacirin xidmətləri Azərbaycan folklorşünaslığında çox qiymətlidir. Mən bir də fakt deyim, vaxtı da çox almayayım. İndi Qərbi Azərbaycanın folkloru, mədəniyyəti, ictimai həyatı, kəndləri, şəxsiyyətləri, tayfalar və s. haqqında çox kitablar yazılır. Bu əsasən icma təşkil olunandan sonra daha çox staş götürür. Amma Tacir Səminin böyük xidməti ondadır ki, icma təşkil olunmamışlar, 80-ci illərdən bu materialları toplayır, çap edir. Aşıq İskəndərin Azərbaycan ordusunun tanınmasında
tacirin çox böyük xidmətləridir. Aşıq Göydağının əsərlərinin toplanmasında, onların haqqında rəvayətlər, əhvalatlar, tacirin çox böyük xidmətləri var. Aşıq Heydərin əsərlərinin toplanmasında, nəşrində, həm də tədqiqində və təbliğində çox böyük xidmətləri var. Mən bir şey deyim, məsələn, görkəmli musiqişünas var, elmlər professor Azad Kərimli, Azad Ozan. O məqalələrin birində yazır ki, Sasavalar adlı bir məqalə yazır. O məqalələrin birində yazır ki, mən Aşıq İskəndəri tanıyana qədər Aşıq havalar haqqında elə dərin məlumatım yoxdur. Amma Aşıq İskəndərdən sonra o Diyarbəkiri, şenlik gözəlləməsi, o tərcümani və s. sırf qaz ağızda havalar mən ondan sonra tanıdım. Və bu tanışlıqda tacirin böyük xidmətləri var. Çünki Aşıq İskəndərin Aydınlar Ağabadadan da dediyim kitabda o adda çox mükəmməl məlumatlar vermişdir. Mən vaxtınızı çox almayayım. Tacir təbrik edirəm, qələmin iti olsun. Arzu edirəm ki, gələcək yaradıcılıq uğurların Abel müəllim demişkən, daha geniş həzmdə Ağbabanın da, şürəyini də bütün Qərb Azərbaycan aid eləsin. Sağ olun, var olun. Sağ olun. Sizdən kim seçdiyir? Tacir müəllim. Buyurun. Hamınızı salamlayıram, mənim üçün əlbəttə ki, doğma yeri bura. Mənim anama harada Amasyalı görsün, Əzzə bacı deyirlər, daima Əfqan əmi deyirlər. Yəni, bunun da tarixçəsi var. Amma bu tarixçiyə başlamamışdan bir kitabı sizə hədiyyə eləmək istəyirəm. Burada olan məqalə var, bir dostluğun tarixçəsi Şəfiqə Məhərrəmova. Bu ananın Amasya'ya getməsi, ilkin Məhəmməd Əmin müəllimlə tanış olması, ondan sonra Şəfiqə xanımla dostlaşması, sonra Bakıda görüşməsi planı, onları burada təsvir edir. Bunu istəyirdim sizə verəm, elə neçə vaxtdır. Mən bunu özüm ana o vaxtında kitab eləməyim. Mən bunu ondan sonra təşkil eləmişəm. Əzza ananın 100 illiyi ərəfəsində bunu təşkil eləmişdim. 4 ay onun üstündə çalışdım. Düzdür, mən neftçiyəm. Tətbiqi riyaziyyatı bitirmişəm. Və sizin laboratoriya bizim dərs keçdiyimiz otaqlarla üzbəyiz idi 80-ci illərdə. Əzza ananın ilk Amasya ilə bağlı, ilk əlimizdə qalan əsəri, birinci kitabı bilirsiniz ki, yandırılıb 48-ci ildə. Amma bu əsəri Natavan haqqında hekayələr olmağına baxmayaraq, burada Ağızırlı, yəni Amasya'da yaşayan Şimaqari və Qarapapaq qəbiləsinin qızı adlı bir hissədir. Burada 63-cü ildə yazılır. Əzza ana və qardaşı Əhməd Cəfərzadə. Əzza ananı Amasya'ya aparan, bəlkə də qardaşının oradakı Sibirdən dost olduğu Əhməd Cəfərzadə Stalinə qarşı yazdığı şeirlərə görə 53-cü ildə tutulmuşdu, xalq düşməni almışdı, sonra qayıtdı, getdi 56-cı ildə və onlar 60-cı illərdən bunu nanayları yığırlar. Və bu kitab təəssüf ki, daim son günlərində bunu Şirvan nəşriyyatına verilmiş və 21 ildən sonra mənim əlimə çatdı ki, belə bir kitab var. Və mən təşəkkür edirəm, əlbəttə ki, Qəşəm İsəbəyli bunu ata da bilərdi. Amma münasibətimiz var idi, bunu saxlamışdı və bu çap olunanda və mən də burada, düzdür bu nüsxələrdə şəkillər o qədər yaxşı çıxmayıb, anam gelin orada çəkdiyi fotolar var. Ananın burada şəkilləri var, başqa adamlarla dayının şəkilləri var, bu qəribədir. Və bu kitabı Tacir müəllimlə biz genişləndirdik. Qəribə də olsa Ağbaba və Şirvan folklor örnəkləri. Ağbaba harada, Şirvan harada, amma biz onu bir kitaba sala bildik. Və dayımın burada çox qəribə yazıları var. Ağbaba bölgəsindən, o dialektindən, falanından və s. Tacir müəllim bu kitab bir ortadadır və mən
fəxr edirəm ki, Tacir müəllimi yola gətirə bilmişəm ki, bu kitabı yazsın. Çünki deyirlər yazacağım, nə də çap edəcəm, deyirəm onu fikirləşmə. Və mən fəxr edirəm ki, onun nəşrini bütünlükdə kompüter işində görmüşəm, nəşrini də öz hesabıma eləmişəm və onu anıya həsr edib, sağ olsun Tacir müəllim. Tacir müəllim ümumiyyətlə bir kitab da eləmişdi, 3 müdrik. Dayım Məmməd və başqa dayım Əhmədin və eləcə də ananın Tacir müəllimdən folklor üzrə ünsiyyətləridir. Onları bir kitaba çevirib, çox qəribə bir şey alındı. Və Tacir müəllim tək bu kitab deyil. Bundan hələ mənim barmağım izləri olan, bəlkə bir son dövrdə bir 10 kitabı çıxıb, həmin o Amasya bölgəsindən, Ağbabadan və s. Düzdür, kölgədə hardasa qalır, siz demişkən. Burada elə onun təbliğ olunması çox gözəldir. Təşəkkür edirəm icmaya da, sizə də ki, bunu bugün eləyirsiniz. Doğrudan da bu sizə çatmalıdır ki, bax, bu işlər var, yazılmalı. Mən özümdə çox belə baskı eləyirdim ki, sən yazmasan bunu kim yazacaq? Sən bunu çap eləməsən kim edir? Hələ deyirəm ki, öz ölkəndə qaçqın olmaq nə olur? Qaçqınlığı məndən soruş deyə adlı istəyirəm, bir əsər də yazsın. Çox gözəl də qələmi var. Və bir hansısa son sözlərdə, hansısa bir kitabların birində yazmışam ki, Tacir səmimi, qələmi də, stili də səmimi dillə yazır. Ona görə insana çox yaxındır. Çox sağ olun, vaxtınız çox olsun. Biz də sizə təşəkkür edirik, baxımları belə yerə gətirdiniz. Çox maraqlı kitab. Çox sağ ol. Əzizə xanımlarımız çox məktəbdə də, ailədə də həmişə sizin münasibətiniz. 55 illiklərini eləmişdiniz, onların universitet bitirməklərini. İmzasını qoyub Milal Övraq və həyata yox millətimin imzası imzalar içində. Adi belə yazır. Amma biz bugün buraya çıxmışıq, böyük ürəklə deyirik ki, imzasını qoy Milal Övraq və həyata var millətimin imzası imzalar içində. Əsra Bərvərgin əsərində yazırdı ki, qatarlar şərqdən qərbə, qərbdən şərqə gedir. Bunlar nələ daşınır? Səs. Biz isə bugün Bakının üzərindən uçaqlar şərqdən qərbə, qərbdən şərqə gedir. Nə daşıyır? Siyasət daşıyır. Bizim nələr lazımdırsa biz yox. Bizimlə bərabər olan bir çox ölkələr, bizim hörmətli, əziz liderimizin oğlu İlham müəllimin fəaliyyəti. Qaldı ki, mən çox danışmıram, ayıb bilirəm, bu qədər cəmaat dayanıb qulaq asır. Amma ürəyimdən gələn bir soru ki, bir gün Tacir müəllimlə söhbət eləyəndə, dedim, Tacir müəllim, sağ bir şiir yazdım, qısaca. Səmimi danışıb, səmimi gülən bizim Tacir bəyə salamlar olsun. Ağbaba elinin qədrini bilən bizim Tacir bəyə salamlar olsun. Bütün üstünləri qələmlər sirən bizim Tacir bəyə salamlar olsun. Yazdın Ağbabadan, yazdın düz kənddən. Yazdın Türk elinin keçdiyi bənddən. Yazdın Şörəlinin çəkdiyi dərddən. Bizim Tacir bəyə salamlar olsun. Sən mənim gözümsən, tarixdə izim, el sözü çox olar, ildən yazırsan. Dastanlar yazırsan, dildən yazırsan. Hərdən, könçəlidən, güldən yazırsan. Bizim Tacir bəyə salamlar olsun. Könçəli bizi birləşdirir. Mən gördə direktor istəmişəm. Tacir müəllim də orada sormayalım ki, ona görə belə yaxın olmuş. Sağ olun. Sağ olun. Tabii çok sağ olun. Yüreğimiz o kadar doludur ki, niye? Çok əziyyət çəkdik. Amma Allah'a şükür İlham müəllim geldi ve o ideyalarla da biz yaşayırıq. Sağ olun ki, siz de bize sevgiye edirsiniz. Asıq deyil, bu belə deyil. Sağ olun. Başka kimin ürək sözü? Buyurun. Değerli meclisler, bu Tacir Səmimi
sadece 10. kitap, belki de ondan çok böyle bir şey. Ama hele kitaptan evvel Tacir'in sesiyle Azerbaycan Radyosu'nda yüzlerle veriliş seslenmişti. Bulaq yaratıcılık programında, halk yaratıcılığı programında Tacir o yörenin, Ağbabaş yöresinin demək olar ki, bütün folklor numunələrini səsləndirir və təbii ki, bunlar Milli Radyomuzun arxivində, Qızıl Fondunda saxlanır və bu mənada Tacir'in Amasya rayonu, Amasya cəmaatı qarşısında xidmətləri böyükdür və mən qardaşımın bu yaradıcılığı, bu zəhmət keçdiyi, bu ailə ərsəyə gələn bu kitabın münasibətinə bir daha təbrik edilir. Burada Tacir'in yazar kimi özünə məxsus, yəni heç kimi məxsus olmayan bir xüsusiyyəti var. Tacir kəndin öz dilində, öz ləhcəsində, öz səsində danışır. Yəni, mən həmişə belə materialları, belə kitabların akademik nəşrinin əleyhinə olmuşum. Deyirəm, folklordan akademikcəsinə danışmaq olmaz. Xalq yaradıcılığına quru danışmaq olmaz. Tacir'in bəlkə də kitablarının, verilişlərinin ən gözəl xüsusiyyəti budur. Tacir öz dilində danışır, öz ana laylasında danışır, öz bayatısı ilə, qılqıması ilə, manayı ilə danışır və insanın bütün ruhuna oxşuyur. Kitabı səhərdə hırpıra gələndə kitabdan əl çəkə bilmirəm. Çox maraqlı materiallara rast gəldim. Yəni bildiyim və bilmədiyim çox şeyləri bir gözlü nəzərdən keçirdim. Təbii ki, bu xeyli zəhmətin, əziyyətin, yuxusuz gecələrin bərəsi. Mən elə bilirəm ki, hər bir Ağbabalı, hər bir Şöreyli, ümumiyyətlə Hamasya torpağının hər bir övladı Taciri alqışlamalıdır və alqışlayırıq da. Tacir, qardaş, sən çox böyük bir missiyanı həyata keçirmişsin. Hələ ki, canın sağdır, hələ ki, gözlərin görür, əlin qələm tutur və mən inanıram ki, sən o missiyanı davam elətdirəcəksən. Sənə can sağlığı arzu edirəm, yaradıcılıq uğurları arzu edirəm və inanıram ki, bundan da sambalı əsərlər yazacaqsan. Düz burada Oxçoğlu yazada toxunursan, mənim düz deyir. İnanıram ki, Şörəyin folkloru Ağbabanınkindən də zəngindir və mən inanıram ki, onu da daxil edəcəksən. Düzdür, Şörəyinin çox hissəsi əslində Türkiyə ərazisindədir və burada qalan hissəsində çoxu Düzkənd rayonunun ərazisinə, Axuriyan rayonunun ərazisinə düşür. Buradan əhali çıxıb gedir. Ona görə biraz o məsələlər bir qədər çətinlik törədir. Onun ötürü mütləq Qarsa getmək lazımdır. Ərzuruma gedib bu adamları tapıb danıştırsaq, araşdıra bilsək, çox zəngin bir material əldə eləmək olar. Mən Abel müəllimə, icmalı rəhbərliyinə təşəkkür edirəm ki, belə ən azı özümüzlükdə, birinci özümüz tanımalıyıq. Şahiddən soruşurlar ki, səni məşğul edən, səni belə. Deyir ki, əvvəlcə evdə yoldaşım mənim hörmətimi saxladı, uşaqlar hörmətimi saxladı. Sonra kənddə falan belə, axırda bütün Dağıstan. Ona görə də biz belə şeyləri ilk növbədə özümüz tanıyıb, sonra bütün Azərbaycana və nəhayət dünyaya tanıtdırmalıyıq. Abel müəllim, çox sağ olun, çox yaxşı təşəbbüslü, alqışlayıram və bir daha Tacir müəllimi səmimi qəlbdən təbrik edirəm. Sağ olun.